Salam dəyərli izləyicilərimiz, pasientlərimiz və bizə müraciət etmək istəyən əzizlərimiz. Kök hüceyrə proseduru bilirsiniz nə qədər özəl bir prosedurdur və bunu Azərbaycana gətirən həkim haqqında düşünəndə, axtarış edəndə sözsüz ki, Vüsal Eyvazov qarşınıza çıxacaq. Nədən? Çünki kök hüceyrə prosedurunu etmək çox məsuliyyətli bir işdir. Bunu əsasını, bunun texnikasını, bunun istifadə qaydasını, alınma qaydasını bilmədən kök hüceyrə icra etmək çox uyğunsuz bir prosedurdur. Baxmayaraq ki, dünyada ən seçim bir prosedurdur qığırdaq problemlərinin həlli üçün. Yəni, kök hüceyrə oynaq daxilinə düşdüyü andan öz işinə başlayır. Öz işi nədən ibarətdir? Zədələnmiş qığırdaq varsa, həmən o nahiyə, o bölgəyə yaxlaşaraq, yapışaraq, artıb çoxalıb, öz qığırdağını yeniləməkdir bunun funksiyası işi. Bəzən insanlar soruşurlar ki, Vüsal doktor, bu kök hüceyrə başqa bir prosedur çevrilə bilərmi? Pis xəstəliklə çevrilə bilərmi? Əsla, bu haqda heç düşünməyin. Çünki bizim icra etdiyimiz kök hüceyrə laboratoriya şəraitində dünyada tanınmış, araşdırılmış və elmi araşdırmalarla öyrənilmiş bir üsul olduğu üçün və bunun nə onkolojiya, nə başqa bir pis xəstəliyə çevrilmək ehtimalı yoxdur. Ancaq funksiyası yerildiyi nahiyədə, yəni oynaq daxilindədirsə, oynaq daxilində bərpa proseslərini icra etməkdir.